Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər, əziz kanalımızın nümayəndələri, xoş gördük hər birinizi. Bu günləri çox gözəl təmiri olan bir mənzil təqdim edəcəm sizə. Həqiqətən də mənzilimiz çox möhtəşəm təmir olunub, alternativi olmayan bir mənzildir. Nərimanov metrosu yaxınlığında yerləşir, Əliyar Əliyev küçəsində qanuni 4 otaq, 164 kvadrat ümumi sahədən ibarətdir. Giriş qapısını görməkdəsiniz, görürsünüz bu formadadır. Giriş qapısına daxil olduqda sağ tərəfdə belə bir güşə yaradılıb. Burada restoran quraşdırılıb, sol tərəfdə qardirob mebeli quraşdırılmış şəkildədir. Girişdən sol tərəfdə elektrik açarları yerləşir. Həmçinin burada görürsünüz bütün otaqlarda kamera sistemi quraşdırılıb. Daxil olduqda dəhliz hissənin döşəməsi qranit mərmər və isti döşəmədir. Divarlarda sədəf boyalardan istifadə olunub, həmçinin buralardan və dekorativ tablolardan istifadə olunmuş şəkildədir. Otaqların yerləşmə yerini sizlərə göstərim. Solda mənzilin ümumi sanitar qovşağı yerləşir. Orada yataq otaqları yerləşir və hər ikisinin daxilində sanitar qovşaq yerləşməkdədir. Burada mənzilin qonaq otağı yerləşir. Burada mətbəx isə, digər yataq otağımız və burada isə çamaşır otağı yerləşməkdədir. Mənzilin mətbəxini də sizlərə göstərəcəm, amma ondan öncə qonaq otağını göstərim. Çox gözəl bir qonaq otağımız yerləşir burada, görürsünüz. Kvadrat sahəyə malikdir və bütün əşya və texnikalarla təchiz olunub. Mənzildə bir gün belə yaşayış olmayıb, yeni təmirlidir. Bu qonaq otağından eyvana keçidimiz də mümkündür, görürsünüz bu formadadır. Mənzilin qarşısı açıqdır, üç tərəfə baxışı var, heç bir maneə kəsmir qarşısını. Gün düşən işıqlı bir mənzildir. Qonaq otağını görürsünüz, çox möhtəşəmdir, kifayət qədər genişdir. TV quraşdırılıb, yumşaq mebellər quraşdırılmış şəkildədir. İşıqlandırmada lüstr, spot işıq, gizli işıq və buralardan istifadə olunub. Bütün otaqlarda AUX markalı kondisioner quraşdırılmış şəkildədir. Daha sonra keçək mənzilin möhtəşəm mətbəxini sizlərə göstərim. Yəni mən əminəm ki, bu mətbəxi bəyənməyən adam, ümumiyyətlə bu mənzili bəyənməyən adam olmaz. Çox gözəl təmiri var. Bunu siz mənzilə gəlib əyani şəkildə baxış keçirdikdə də şahidi olacaqsınız. Mətbəxi görürsünüz. Sağ tərəfdə mətbəx mebeli də tavana qədər quraşdırılmış şəkildədir. Burada belə bir oturmaq üçün güşə yaradılıb. Stullar burada yerləşdirilib. AUX markalı kondisioner. Həmçinin burada Toshiba markalı 2 qapılı soyuducu yerləşir. Burada boş markalı sobalar, qaz filtrəsi, aspirator quraşdırılıb. Boş markalı qabüyan quraşdırılıb. Burada moyka yerləşir. Həmçinin mətbəx mebelinin üstü mərmərdir, görürsünüz. Burada da həmçinin belə bir dekorativ lepkalardan istifadə olunub. Və onu da qeyd edeyim, bu otaqda, mətbəx otağında belə bir güşə də var ki, eyvanda ev sahibi yay mətbəxi düzəldib. Görürsünüz, iyili, qoxulu yeməkləriniz olarsa orada bişirmək üçün. Cam balkonla bağlanılıb, həmçinin burada kombi aparatı və kollektor sistemi də yerləşmiş şəkildədir. Daxil olaq, çamaşır otağını sizlərə göstərim. Burada mənzilin çamaşır otağı yerləşir. Paltar yuyan və paltar qurudan aparatlarla quraşdırılmış şəkildədir. Burada mənzilin uşaq otağı kimi nəzərdə tutulan otağı yerləşir. Görürsünüz, bütün mebellər və texnikalarla təchiz olunub. AUX markalı kondisioner və burada Samsung markalı TV quraşdırılıb, yerləşdirilib. Görürsünüz, bu formadadır. Belə izləyicilər, keçək yataq otaqlarını sizlərə göstərim. Yataq otağına keçməzdən öncə ümumi sanitar qovşağı göstərim. Görürsünüz, bura mənzilin ümumi sanitar qovşağıdır. Onu da qeyd edeyim, mənzildə ümumi olaraq 3 sanitar qovşağı var. Biri dəhlizdə yerləşir, digəri isə yataq otaqlarında yerləşir. Buradan daxil olaq mənzilin ikinci yataq otağına. Görürsünüz, formadadır. Nə qədər genişdir, bütün mebellərlə təchiz olunub. Burada qardirob mebeli quraşdırılıb. Həmçinin yataq dəstəsi quraşdırılıb. AUX markalı kondisioner və Samsung markalı TV quraşdırılmış şəkildədir. Burada yataq otağının sanitar qovşağı yerləşir. Bütün aksesuarlarla təmin olunub. Ev o qədər böyükdür ki, videonu sığışdıra bilmirəm. Tez-tez çalışıram ki, tez-tez çəkim.
Burada mənzilin əsas yataq otağı yerləşir. Bu yataq otağımızda kifayət qədər genişdir. Görürsünüz, bütün əşya və texnikalarla təchiz olunub. Və bu otağımızda da sanitar qovşaq yerləşməkdədir. Formadadır, görürsünüz, bütün aksesuarlarla təmin olunmuş şəkildədir. Belə izləyicilər, mənzil haqqında ümumi məlumat verim. Mənzilimiz yerləşir Nərmanovda, Əliyar Əliyev küçəsi, Metroparkın yaxınlığında yerləşir. 17 mərtəbəli binanın 10-cu mərtəbəsində qanuni 4 otaq, 164 kvadrat ümumi sahədən ibarətdir. Mənzil yeni təmir olunub, təmirdən sonra yaşayış olmayıb. Təmirində keyfiyyətli və bahalı materiallardan istifadə olunub. Bunu siz mənzilə gəlib əyani şəkildə baxdıqda da şahidi olacaqsınız. Binada qaz su işıq fəaliyyəti daimidir. Yeraltı qaraj, geniş həyət mövcuddur. İnfrastruktura zəngin bir ərazidə yerləşir. Mənzilin qiyməti 720 min manat start qiymətdir. Real alıcıya mənzilə baxdıqdan sonra endirim olunacaq. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.